Ərbəyin səfərinə gedirdi. Allah hər sənə sevə versin Ərbəyin ziyarətini. O vaxtda bilirsiniz, gömrüklər açıq idi, avtobusla gedilirdi və mən bir səfərlərin birində olanda evə pasport göndərmişdilər ki, bu xanım gedmək istəyir Ərbəyinə. Mən gəldim, xanımın yaşına baxdım pasportda, gördüm çox yaşlıdır, yəni 80 yuxarıdır yaşı. Ərbəyinlə biraz ağır səfərdir, Ərbəyində yaşlı insan çətin olur, yəni ziyarət eləməsi. Əlaqə saxladım o xanımla, dedim, bəs Ərbəyin ağırdır, çətindir, bunu istəyirəm, fikrindən daşındırım ki, başqa vaxt məsələn gedəsiniz, Məşədi gedin, yox, adi vaxtı Kərbala gedin. Xanım təkid edir ki, yox, mən Ərbəyin getmək istəyirəm. Deyirəm, bəs vaxt Ərbəyində insan izdihamı çox olur, sıxlıq olur, filan. Deyir ki, hə, mən zaten biraz xəstəyəm, sıxlığa düşəndə biraz məndə narahatlıq olur. Deyirəm ki, hə, onda elə onun üçün deyirəm də, deyirəm, amma getmək istəyirəm axı. Deyirəm ki, bax, orada məsələn, isti problemi var, susuzluq, bir hər özdə mənim şəkərim də var, filan. Deyirəm, üstəlik, bunlar hamısı səbəbdir. Deyirəm, yenə getmək istəyirəm. Nəsə, mən nə dedim, mən getmək istəyirəm. Axır, sizin fikrindən daşındırmaq üçün dedim, xanım, mənə düzgün başa düşün. Allah eləməsin, orada sizə nəsə olsa, dünyanızı dəyişsəz, mən sizin cənazəmizi Ərbəyində Bakıya gətirə bilməyəcəm. Dedi, balam, orada xəndək var, kanallar ki, arxlar ki, orada. Dedim, var, bunu niyə soruşursak? Və əgər ölüb eləsəm, atarsan xəndəyə. Allah. And olsa Allah. Əgər ölüb eləsəm, atarsan xəndəyə. Bu söz tutdu mənə. Bu adam hər şeyi gözə alır. Mən buna nə deyim? Hətta ölümü də gözə alır. Mən buna nə deyə bilərəm? Getdik xülasə ziyarətə çatdıq. Sadəcə mən yürüyüşdə xahiş edilmiş bundan ki, sən yürüyüşdə iştirak edəm, mən səni maşınla aparım, qoyum Kərbalaya. Sonra biz yürüyüşdən gedirik. Xülasə bunu qoyduq Kərbalada qalacağımız evə. Özümüz yürüyüş edirik, 3-4 gün gəldik. Çatdım zəvvallar, dedim ki, heç kim getməsin hərəmə. Mən də dincəlim, siz də dincəlin, sabah hamınızı aparacam. 2-3 nəfər biraz səbirsiz olub, tanıyan olub, gedmək istəyiblər. Bu xanım da qoşulub bunlara ki, mənə də aparın. Oturmuşduq mədrəsədə acı, bu xanımlar gəldi, ağlaya-ağlaya ki, ay, bəs hazır bağışlayın, haqqınıza haval edin. Bəs çox-çox üzr istəyirəm, biz o xanımı apardıq özümüzlə hərəmə. Orada bir izdihama, bir sıxlığa düşdü, xanım dünyasını dəyişdi. Xanım dünyasını dəyişdi o sıxlıqda, sıxdılar xanımı, dünyasını dəyişdi. Çırpıldı yerə, gəldi oranın xadimləri götürdü, yoxladı, nəbzinə falan baxdı. Bir türk dilli ərəb qadın bizə dedi ki, bəs dünyasını dəyişib, aparırıq xəstəxananın morquna. Bir dənə də kağız verdilər bizə ki, bəs gəlib bu kağızdan təhvil alarsınız. Hacı əlim ayağım boşaldı, bilmirəm nə eləməliyəm belə bir halda, başıma gəlməyib heç vaxt. Qalmışam ki, mən nə eləyə bilərəm. And olsun Allah hacı, biraz keçdi bir 5 dəqiqə falan, o qadın özü girdi içəri. Qadın gəldi, özü də gəlib, yaşlı da qadındır, gəlib bu birisi qadınları qınıyır ki, mənə qoyub hara getdiniz? Bunlar deyirlər ki, sən ölmüşdün, sənin biz cənazəmi gördük. Dedi, yox, mən ölüb eləməmişdim, mən sağ salamat idim. Sadəcə halım biraz pisləşmişdi. İndi bunların gördüyü budur ki, qadın dünyasını dəyişib, cənazəni çıxardıblar. Qadının gördüyü bir səfər budur ki, deyir, mən sadəcə halım pisləşdi biraz, özümü pis istəyirəm. Mənə bir dənə çıxartdılar, çölə şərbət verdilər. Mən o şərbətdən içdim, özümə gəldim. Ondan sonra 2 alicənab seyyid yaxınlaşdı mənə. 2 dənə bir kişi idi, seyyid idilər, mənə yaxınlaşdılar. Ərəb idilər. Amma deyim, məndən öz dilimdə danışırdılar. Bir-birini rahat başa düşürdük. Mənə dedilər ki, xoş gəlmirsən, sən bizim qonağımızsan, nə xidmət eləyək sənə? Dedim ki, mən gəlmişdim ağam Hüseynlə ağam Əbəlfəzi ziyarət edeyim, amma nəsib olmur, zireh, adam çox Ərbəyində olmuşsunuz da, adam həddən çoxdur, yaxınlaşmaq olmur zirehə, girə bilmirəm hərəmə. Dedilər, gəl biz səni başqa tərəfdən aparaq. İndi hacı siz də olmuşsunuz Ərbəyində, yərdim ki, qardaşda olub inşallah ki, Ərbəyində söz ki var, deyir, iğni atson yerə düşməz, milyonlarla insan olan Ərbəyin olar. Yəni orada boş bir yer yoxdur da, boş bir alan yoxdur, bilirsiniz. Amma xanımın gördüyü hadisə budur ki, deyir, məni o 2 dənə alicənab seyyid apardı bir zirehə, İmam Hüseyin zirehinə. 15-20 nəfər bir adam var idi. Cəmi 15-20 nəfər adam var idi, artıq adam yox idi. Mən deyir, oranı rahat ziyarət elədim, ağladım ağamın deyir, hələmində doyunca, belə deyir, çıxanda deyir, dedilər ki, indi nə istəyirsən? Dedim, indi Əbəlfəzi ziyarət eləmək istəyirəm. Deyir, bu 2 nəfər alicənab seyyid ki var idi, biri dayandı İmam Hüseyin hərəmində. Dedi, səni Əbəlfəzə bu aparacaq. Mən deyir, qoşuldum ona, onunla belə getdim Əbəlfəz ağanın hərəminə. Çatdıq deyir Əbəlfəz ağanın ziyarətinə, deyir, orada cəmi 40 nəfər adam olardı. Elə deyirəm, yəni Ərbəyin olan, milyonlarla insan olan yerdə 40 nəfər insan elə bir ehtimal yoxdur da. Xülasə, hələ biz qulaq asırıq xanıma. Deyir, ona da rahat doyunca ziyarət elədim, çıxdım. 2018-2019-cu illərdə də
yəqin ki, yadınızda olar, Tərbi Zeynəbiyyə sökülmüşdü. Tərbi Zeynəbiyyəni sökmüşdülər, təmirə bağlamışlar, təmir olunurdu. Bura kimi hələ qəbul edirdi də, hə, indi bunu gəzdiriblər, bəlkə başqa yerə aparıblar filan. Dedi, ağam Əbəli Fəzil ziyarət edib çıxanda, həmən o Seyyid mənə dedi ki, gəl aparım səni, gör Zeynəb hardan baxıb meydana. Dedim, hara apardılar bibi səni? Dedim, mənə apardılar Tərli Zeynəbiyyəyə. Dedi, deyirəm, Tərli Zeynəbiyyəyə apardılar, yəqin hasar var idi da, hasardan yana gördüm təmir. Dedi, yox, məni elə təpəyə apardılar. Məni bir də təpəyə apardılar. Təpəyə çıxanda o alicənab Seyyid dedi ki, bacım buradan izləyir meydanı. Bacım buradan izləyir meydanı. Ondan bunu deyəndə artıq bilmirəm, yəni bu hadisədə yenə deyirəm, orada nə baş verib, kim idi o xanımı gəzdirənlər, haraları gəzdirmişdilər onu, necə bir mənəvi aləmdə xanımı gəzdirmiş onu bilmirəm. Xülasə deyir, axırda deyir, mən dedim ki, mən bilmirəm bizim qrup hardadır. Dedilər ki, biz bilirik. Gətirdilər, məni özləri ötürdülər. Ondan sonra mən daxil deyir, mənim heç ayaqqabımı da itirmişəm, bu xanımlardaymış ayaqqabısı. Deyir, ayaqqabım da yoxdur, bəyəqdən ayaq yalın gəzirəm. O xanımlar onun tez üz üstürəm, corabının altına baxırlar ki, yəqin palçıq olar. Görürlər, yox, tərtəmiz, bir ki, bir evdə gəzir. O dərəcə tərtəmizdir. Hətta Allah halallıq vardılar, o corabını da təbərrüc niyyətinə kəsdilər, hamı tikə-tikə ki, hər kəsin bir parça qalsın.